Salam əziz bıçaq vəskarları və kanalın izləyiciləri. Bugünkü videomuzun qonağı, səbəbkarı klassika, ümumiyyətlə, yəni tanıdığımız, bildiyimiz bu folder, yəni qatlanan cip bıçaqlarının ağsaqqalı, binövrəsini qoyan Bak 110 bıçağıdır. Yəni niyə görə mən bu bıçağa bugün müraciət edirdim bu mövzuya da? Ümumiyyətlə, pastayanlı belə baxırdım, yəni o top onluqlara, youtuberlərə də vəbşi. Baxırdım ki, yəni hər dəfə bunlardan elə bir ki, top onluğunda, ya hansısa bir, nə bilim, abzorlarda da pastayanlı bu Bak haqqında danışırlar. Bakı belə xüsusi şeylər, plus, yəni maraqlı oldu mən. Amma bu bıçaq, yəni bu viddə olan bıçaq, mən əminəm ki, yəni çoxunuz görmüsünüz. Və bəlkə də çoxunuz deyirsiniz ki, yəni bizdə evdə bundan olub. Çünki doğrudan da imенно bu viddə demək olar ki, bütün brendlər bıçaq buraxıblar da, yəni. Çünki amma yəni binövrəsində olan bu bıçaqdır. İmенно Bak 110. Tarixə nəzərə salsaq qısa, yəni çox sizin başınızı ağrıdan deyiləm. Yəni 60-cı illərin əvvəli Alfred Bak belə fikrə gəlir ki, belə universal cip bıçağı lazımdır. Ovçular üçün də belə deyək, hunter. Və o dövrdə yəni satışda olan ya da trenddə olan deyək, bütün folderlərə nəzər salır və onlardan hər birindən onların üstün cəhətlərini mənimsəyərək və mənfi cəhətlərini kənara qoyaraq belə bir prototipə gəlib çıxır və mənfi cəhətlərin o bıçaqların çoxsunda olur ki, onların xarici görünüşü çox da belə ürək açan olmur da, yəni. Və o nəzərə o fikrə gəlir ki, elə bir model eləmək lazımdır ki, onun elə bir ki, dövrü olmasın da, hər dövrdə o baxımlı olsun, yəni. Demək olmasın da, bu nə deyə, bu yəni buna baxan yoxdur, yəni. Fikrimcə, bəlkə də razılaşarsınız, bəlkə də yox, onda bu alınıb, yəni. Doğrudan da, yəni, buna necə, yəni, eybəcər bıçaq demək olar da, yəni. Gözəl bıçaqdır, yəni, doğrudan da. Sadə bir şey eləyib, yəni, burada. Laton bolsterlər, ağac, burada ağac növləri müxtəlif olur. Hansısa, yəni, bir-iki növ keyfiyyətli ağac var, hansı ki, onlar özləri bunu tərtib eləyirlər də, hansı ki, yəni şişmir, eləmir, çartlamır. Amma yəni custom versiyalarında səhv eləmirəmsə qoz ağacı olur. Amma yəni bu laton bolsterlər bu hamısında yəni bu normada olmalıdır. Yəni gördüyünüz kimi bunun yəni forması var ya bu Bowie. Bowie yəni bu Amerikanın belə deyək də izobriteniyası da, yəni icadıdır belə deyək. Amma Rus bıçaqlarının çoxsunda da var. Nə var Rusda, hamısını Amerikadan plagiat eləyib də, yəni ona görə Ruslar buna şuşka deyirlər. Şuka bıçağının, şuka balığının balığına görə. Və ən əsası bu bıçaqda birinci demək olar ki, elə deyirlər. İlk skladnoy bıçağı da hansında ki zamok olub. Yəni fiksasiya sistemi. Və bu backlogdur və buna Bak həvəskarları backlog deyirlər. Başa düşdünüz də, yəni back ona görədir ki, bu arxadadır bu zamok, amma yəni Bakın yəni tərtib etdiyinə görə buna backlog deyirlər. Desinlər, canı sağ olsun, bizim xətrimizə dəymir, yəni. Yəni bu baxır, fikrə gəlir, cızır, yazır, pozur. 63-cü ildə ilk prototipi hazırlayır və 64-cü ildən bu günə kimi bu bıçaq demək olar ki, dəyişilməz olaraq buraxılır. Bax, yəni bu viddə.
Görürsüz yani bak 110'un kalan versiyaları var. Современный versiyaları da var. Bak burada şpinyokla ya bunun özüne də satılır, отдельно taxılmaq üçün şpinyokla boşum onu sonra danışaram o mənasız bir şeydir məncə. O şimdi klipsa ilə sonra buraxdılar. Amma yəni bu versiyası bu günə kimi də buraxılır. Özü də yəni klassik olan sayılır. İmенно что 420 high karbon Stalin. Çünki o elə bil ki o Stalin nədir üstün cəhəti? Baxmayaraq ki yazılın adında olduğu kimi high karbon, yəni karbonun yüksək tərkibində karbonun yüksək olduğuna görə əslində yəni bu tez paslanmalıdır yəni əslində. Amma yəni Pol Boz nətərsə bunu eləyir. Bu həm paslanmır, həm də ki rahat itlənir. Bunu lüboy yerdə yəni lüboy bir dənə keramikaya belə sürtüz ora bura, bu təzədən kəsir. Plus bunun geometriyasına fikir verirsiniz, bax bunun spusklarında vognutudur. Yəni içəri elə bir qatlanırdı. Ona görə də super kəsimi var. Onunla bərabər 3 mm qalınlığı buna kifayət qədər dözümlülük verir. Zamoku rahat tutacağı var. Yəni istənilən yəni əl fərqi yoxdur. Böyük olsun, balaca olsun, yəni çox rahat tutumu var da yəni bunun. Heç bir sizə yəni əziyyət vermir. Bunun elə bir versiyası var, hansında ki görürsüz burada barmaq üçün belə dalğalar var da boşum. Düz olan versiyası da var. Səhv eləmirəmsə, ola bilər səhv deyirəm, yəni mütəxəssislər şey eləyər də, kommentlərdə qeyd eləyər. O Hunter folder'dır. Bu gedir, bak 110 folder bu şimdi. Bu Karoçi da yani bitten ama aynı şeydi. Custom'ları var bunun yani firma var. Santa Fe Knives'te bu şimdi bir tane adı var. Onlar yani bir mamont dişi koyuyorlar bura. Bu şimdi buynu, sümük. Yani versiyalar çoktu ama yani bu klasik bu Vitta olan yani bizim güne kimi gəlib çıxan bu versiyasıdır. Və burada bir maraqlı bir moment də var. Fikir verirsinizsə burada görürsünüz bak 110 və sonra belə bir işarə var, elə bir ox. Görürsünüz bu sağa elə bir göstərir. Bu nədir? Elə bil ki istehsal olan ili göstərən bir şeydir də bu, emblemdir. Və mən baxmışam onun o şeyinə, cədvəldə də. Bu 2009 göstərir. Bu 2009'u göstərəndir. Hər ilin öz işarəsi var. Yəni görürsünüzsə, yəni bunu çalışırlar ki, nə ilənsə fərqlənsinlər və bu məncə belə pis fikir deyil yəni. Ümumiyyətlə Amerikanın istehsal etdiyi çox yəni brendlərin çoxsunda belə bir şey görmək olur. Biraz sonra izahlayacağım nə demək istəyirdim. Şimdi bu karoçi bir dənə də şey deyim sizə. Bax bunun fərqli momentlərindən biri odur ki, bax burada görürsünüz, bu klopkalar var ha. Bax bunlar latondur. Bu isə bu görürsünüz bunun rəngi fərqlidir. Bu poladdandır. Çünki bu imенно bu zamoku saxlayır. Ona görə də bunun yəni bu əgər bunun çoxlu şeyləri də var. Yəni Çin də buraxır bunu, yəni özü bak yazır üstünə elə. Yəni demirəm mümkün deyil bunu yəni belə də buraxmaq, no bilmək pis deyil də yəni bunu ki bu bunu fərqləndirən bir şeydir. Bak necə deyim sizə bu klasik Amerikanın atributlarından biridir. Necə ki Harley Davidson, Zippo, Levi's cinsi, başa düşdünüz də. Yəni bak da onlardan biridir yəni. Əvvəllər yenə deyirəm də, mən bunu paslayanla görürdüm o obzorlarda da. Bıçağa təzə həvəs var, yəni stiletlər, avtomat, tək əllə açılan bıçaqlar. Mən də fikirləşirdim ki, bunun dövrü çıxıb gedib də, qardaşlar, bunun vaxtı deyil də indi. Yəni müasir o cür şeylər var. Amma bəzi yəni blogerlər deyirlər ki, yəni bu bıçağa elə bil ki
başa düşmək üçün buna çatmaq lazımdır. Yəni bu yəni nəticədə əgər dərindən məşğul maraqlanırsansa, yəni də bıçaq aləmi ilə də həvəsin varsa, klassikaya qayıdırsan sonradan. Mən sizə deyim ki, yəni düppədüz də deyib, kimdəsə o lap belə yaşlı vaxtlarında gəlib çıxır. Məndə həmən o dövrə gəlib çıxmışam. Yəni demirəm, yəni imtina eləmişəm o belə də yəni müasir bıçaqlardan, amma belə bıçaqlar mənə çox ləzzət eləyir. Yəni iki əllə açılan belə klassik. Yəni elə bir cəhəti yoxdur ki, mən bununla sizin marağınızı oyadam ki, siz deyəsiniz ki, bu düz deyil. Heç bir elə şey yoxdur. Nə çəkisi yüngüldür. Ağırdır, 210 qramdır. O 95 mm tiyəsidir. Yenə də 210 qram bu kifayət qədər çəkisi var. Yəni klipsası yoxdur. Yenə deyirəm də, tək əllə açılmır. Ona görə bu elə bir qalır hər kəsin öz seçiminə. Amma ki, əgər siz adınızı kolleksioner qoymusunuzsa, yəni sözümü pis başa düşməyin. Yəni, adınızı qoymusunuzsa, yəni kolleksioner kimi özünüzü tanıyırsınızsa, məncə bu kolleksiyada olmalıdır. Nə vaxt başa düşərsiniz bunu, başa düşərsiniz. Başa düşməzsiniz də qoy qalıbdır. Yəni çox da belə dəhşət bahalı bir şey də deyil. Yəni əgər marağınız olsa, ala bilərsiniz bunu. Çətin bir şey deyil yəni. Plus, yəni məncə heç bunu gətirəndə də problem olmaz. Çünki iki əllə açılan bir şeydir bu. Amma yəni Cedovski bıçaq deyiləndə, elə bir belə də, yəni Dədə-baba bıçaq deyiləndə adamın yəni fikrinə imенно bu bıçaq gəlir. Amma yenə də hər kəsin öz seçimidir. Burada yəni məcburiyyət ola bilməz. Necə ki hər bir şeydə, elə də yəni bıçaq seçimində məcburiyyət ola bilməz. Bu fərdi olan bir şeydir. O bayaq dediyim şey vardı sizə, hansı ki dedim bu çox brendlərdə elə bir tendensiya görünür. Например, Zippo'larda fikir verirsiniz, burada Y görürsünüz, Y hərfi var burada. Y hərfi bu elə bil ki alfabetdə A, B, C, D, E 5-ci hərfdir də bu. Deməli 5-ci ayda buraxılıb. Burada görürsünüz 24. 24-cü ilin 5-ci ayda mayda da səhv eləmirəmsə. Ola bilər ki, səhv dedim, bu şimdi yazarsınız orada. Yəni bu 24-cü ilin 2024-ün mayında buraxılıb. Yəni bu обозначение, bir də görürsünüz yəni Kitayski Zippo'larda Z hərfi olur orada. Yəni Z elə bir yəni yer tutur ki, o boyda ay yoxdur da. Yəni başa düşdünüz necə? Şimdi nə elələrini buraxırlar ki, ağılla başla necə lazımdır şey eləyirlər. Da elə səhvlər buraxmırlar. Məncə nə istəyirdimsə sizə çatdırım bu barədə bildiklərimdən hər şeyi danışdım. Həmişəki kimi ən yaxşı bıçaq sizə bıçaq lazım olanda üstünüzdə olan bıçaqdır. Sağ olun, özünüzə yaxşı baxın, görüşərik.